Məsələyə gəlincə A-dan alınır B plus C. Deməli, başlanğıcda olub A 0,8, B olub 0,6, C olub 0,8. Bu, deməli, bölürük. Tarazlıqdadır, tarazlıq halında, daha doğrusu tarazlıq mollarıdır. Bölürük 2-yə. Buradan bölüb 2-yə keçən tarazlıq qatılığından keçirəm. Bu eləyir 0,4, bu eləyir 0,3, bu da eləyir 0,4. Buradan tarazlıq sabitini tapıram. K bərabərdir. 0,3 vuraq 0,4 bölək A-nın tarazlıq qatılığına 0,4 ixtisar gedir və 0,3 tarazlıq sabitini tapıram. Sonra məsələni oxuyuram ki, sabit temperaturda qabın həcmini dəyişməklə yeni tarazlıq yaranır. A-nın mol sayı 1 olur. Deməli, bura qədər aydındır. A-nın mol sayı 1 olursa, deməli, bayaq 0,8 var idi. Deməli, bura 0,2 mol tökülüb, əlavə olunub. Biz də bileşetiyle görə bilirik ki, bu tərəfdən əlavə olunubsa, deməli, bu tərəfdən maddələrin sərfiyyatı baş verir. Yəni, nə qədər tökmüşdüksə, bir o qədər də maddələr başlayır sərf olunmağa. Əgər maddələr sərf olunursa, deməli, burada deməli, olur nə qədər? 0,4, burada olur 0,6, burada tarazlıq qatılığı 1. Və yazıram 0,3 tarazlıq qatılığı bərabərdir. Qabın həcmini soruşur. 0,4'ü bölürəm V-yə, vururam 0,6'nı bölürəm V-yə. Burada da 1'i bölürəm V-yə. Və bu qaydada hesablayıram. Yəni, necə? Yəni, bu düşür aşağı. Bu V-lər gedir. Onda 0,3 bərabərdir. 0,4 vur 0,6. Aşağıda V qalır. Bundan bu xısar gedər. Burada qalar 2. V də bərabərdir 0,8'ə.